Pərvanə xanım bizim dəyərli bağırsaq həkimimiz həm cərrah olaraq, həm müalicə həkimi olaraq, proktoloq olaraq müraciət edə biləcəyiniz bir mütəxəssisdir və mən bir daha buradan Cənub bölgəmizə səslənmək istəyirəm. 6 iyul tarixində Bioloji Təbabət Klinikasının Masallı filialında cərrah proktoloq Pərvanə Aydınovanın qəbulu baş tutacaq. Əlaqə nömrəsi ekranda 050 371 81 18. Həm WhatsApp var bu nömrədə, həm zəng var. Suallarınızı da yazıb rahat şəkildə göndərə bilərsiniz və bir çox problemlərlə bağlı ona müraciət edə bilərsiniz. Qısa olaraq sizin dilinizdən eşitmək istəyirəm. Hansı xəstəlikləri müalicə edirsiniz Pərvanə xanım? Mən ümumiyyətlə ixtisas ümumi cərraham, amma daha çox proktologiya ilə məşğul oluruq. Yəni koloproktologiya, yoğun bağırsaq, proktoloji düz bağırsaq xəstəlikləri, anal bölgənin xəstəlikləri, ona hemoroy, anal çat, pararektal fistullar, rektovaginal fistullar, ən çox da qadınlarda çanaq tipi problemləri, çanaq tipi orqanların sallanması, aralığın doğuşdan sonra zədələnməsi kimi problemlərin müalicəsini aparırıq. Buyurun, müraciət edə bilərsiniz və uzun müddət davam edən şikayətlərdə mütləq mütəxəssis müayinəsindən keçmək lazımdır, vacibdir və həyati təhlükə yaranmasın deyə bu əlamətləri göz ardı etməyin. Vaxtında düzgün ixtisaslı, doğru ixtisaslı həkimə müraciət edin. Pərvanə xanıma təşəkkürlər.